övladının pis vərdişi var. Pis vərdişdə olduğu halda evləndirməyə çalışır ki, düzələcək. Hansısa qadını bədbəxt etməyin öz övladınızın xoşbəxt olmasını istədiyiniz üçün. Pis vərdişi olan insan düzəlməyincə evləndirməyə cəhd etməyin, analar, gizlətməyin. Pis vərdişi olan ananın, pis vərdişi olan övladın anasını müalicə etmək lazımdır. Bəli, psixoloji onun durumunda problem var. Və gəlin xanımlarımıza, mən onu deyim, qızlarımıza problemin həll edəcək mövqe kimi baxmayaq. Onu öz övladınız kimi dəyərləndirin ki, mənim balam olsaydı o qızım xoş olardı mı elə bir pis vərdişi olan birinə verim də övladım bədbəxt olsun. Çox emosional bir çıxış idi Esmira xanım. Bu Rusların bir sözü var, krep duşu bir hayqırtı idi bu əslində. Mən bilirəm bunu niyə görə dediniz. Gör, nə qədər görmürsünüz ki, artıq, sən də psixoloq getmişsən. Yəni artıq məcbur, Mənim psixologum var, yoldaşımdır. Əsəblərim sakitləşən oturur, elə gözəl söhbətlər eləyir məndən, elə gözəl şeylər danışır. Mənim psixologum. Adı yaxşı, adam üstünə yaxdı bəsdir. Gülüşü bura. Bəli, ölənə qədər də deyəcəm. Ölənə qədər də deyəcəm, nə qədər ki, nəfəsim üstümdədirsə, çox sağ ol. Allah hər kəsə gözəl ailə nəsib eləsin. Allah sənə də elə bir dənə həyat yoldaşı nəsib etsin, Səmra, inşallah. Mən elə yox, mənə fərqli istəyirəm. Hər kəsin, o bilmirəm. Fərqli, fərqli. Fərqli. Eynən heç vaxt heç kəsə hər bir zövqü var da, qızı qınamaq yox, əstəğfurullah, yox, eynən yox. Bəlkə onun düşüncəsi ayrıdır, mən özümə, özüm istədiyimi deyirəm. Mənim yoldaşım 3 saat ali təhsilli, müasir bir kişidir. Nə eləməlidir bu kişi? Həyat yoldaşınız sizi dənizə aparırmı? Deyir, mən istəyirəm, mənim yoldaşım məni dənizə aparsın. Mənim yoldaşım məni hər yerə aparır, amma mən heç vaxt dəniz geyimində mən ora girmərəm. Yəni mənim, açıq deyim də, mənim öz fikirlərim, baxın, məncə sizə hörmətlə yanaşıram, aşkım. Ömrəmiz. Amma yəni, mənim də fikirlərim başqa Verilişimizin sponsorları haqqında məlumat çatdırmaq istəyirəm. Verilişimizin sponsoru Qüsursuz Nitq